Təxminən 10-11 günlük tətildən sonra yenidən təhsilə, işə başlamaq nisbətən çətin olur. Bəs yenidən əvvəlki cədvəlimizə necə uyğunlaşaq? Bir çoxları bu mərhələdə tempo uyğunlaşmaqda çətinlik çəkirlər. Burada diqqət etməli olduğumuz nüanslardan biri odur ki, biz motivasiya olmadan da hərəkət etməyə bacarmalıyıq. Biz daim enerjinin yüksəlməsini gözləyirik və ona görə də heç nə etmirik. Günə pozitiv və enerjili başlamaq adaptasiya prosesinin əsas hissəsidir. Bunun üçün sabahını qəhvə ilə açanlar az deyil. Heç bilirdiniz ki, ölkəmizdə də qəhvə ağacı yetişdirilir, özü də kofe arabika bitkisi. Qəhvə ağacı çox məhsuldar bir bitkidir. İldə 2 dəfə məhsul verir. Meyvələrini isə gəlin mən sizə göstərim. Bax bu cür, hardasa xarici görünüşünə görə zoğalı xatırladır. Bu mart ayında biz artıq onun toxumlarını yığmışıq, meyvələrini yığmışıq gördüyünüz kimi. Bəzi bitkilər və ağaclar isə mövsümlə əlaqədar allergiyası olanlara mənfi təsir edir. Son günlər yayılan qrip infeksiyası ilə allergiyanı səhv salanlar da var. Əksəriyyətimiz isə heç bir əlaməti olmasa da, kiminsə xəstə olduğunu görəndə və ya biləndə özümüzü yoluxmuş kimi hiss edirik. Əslində bu psixolojidir. Buna görə də müxtəlif müalicə üsullarına əl atmaqdansa psixoloqa müraciət etmək lazımdır. Görəsən, chatbotlar bizi nə dərəcədə düzgün yönləndirir? Maraqlısı odur ki, artıq psixoloqları da chatbotlar əvəz edir və ya əvəz edə bilər. Biz chatbota hər hansı bir müraciət etdikdə, məlumat yazdıqda, o ilk öncə məlumatın sözünü deyil də, onun mənasını anlamağa çalışır. Düzgün istifadə etsək, chatbotlardan da yararlana bilərik. Elə sosial şəbəkələrdən də. Çünki sosial şəbəkələr artıq yalnız ünsiyyət və ya əyləncə platforması deyil, tarixi həqiqətlərin, milli dəyərlərin geniş auditoriyaya çatdırıldığı mühüm informasiya məkanıdır. Açığı burada elə faktlar var ki, mən belə bunların bəzisini bilmirdim. Məhz bu cür paylaşımlar sayəsində gənclər tariximizi daha yaxşı öyrənir və təbliğ edir. Tarixi həqiqətləri təkcə sinif otaqlarında deyil, eyni zamanda müxtəlif sosial platformalarda, beynəlxalq platformalarda, müxtəlif layihələr vasitəsilə dünyaya Azərbaycan həqiqətlərini çatdırmağa çalışırıq. Bütün bunlar həm də Azərbaycan həqiqətlərini dünyaya yaymaq üçündür. Xalqımıza qarşı törədilən soyqırımları, 10 il əvvəl bu günlərə təsadüf edən 4 günlük aprel döyüşləri, ardınca düz 4 il sonra 44 günlük vətən müharibəsində qazandığımız şanlı qələbəmiz, şəhidlərimiz, qazilərimiz, milli və tarixi qəhrəmanlarımız. Hər biri haqqında faydalı məzmunlar, maarifləndirici kontentlərin hazırlanması və təbliği hamımızın borcudur. Bu istiqamətdə ekran əsərlərinin hazırlanması və səsləndirilməsi, yəni dublyajı da olduqca məsuliyyətli və çətindir. Təkcə mətni oxumaqla deyil, eyni zamanda obrazın emosiyalarını hiss edib səsləndirmək lazımdır. Aktyorlarımızın daxili aləmlərindən tutmuş, yəni onların xarakterlərindən tutmuş, səs uyğunluqlarına qədər hamısına diqqət edilməlidir. Bu işin ən vacib tərəfi səsin tonu, vurğunun və fasilələrin bir-birini tamamlamasıdır. Səsi gərək əvvəlcədən obraza hazırlayasan, cilalayıb yeniləyəsən. Yeri gəlmişkən, bu da bir sənətdir, cilalamaq. Kimisi səsini, kimisi zinət əşyalarını, kimisi məişət əşyalarını, kimisi də avtomobilini cilalayır. Bu maşının səthindəki yüngül cızıqları, matlaşmanı, oksiləşməni və digər qüsurları xüsusi məhlul və aparatlar vasitəsilə aradan qaldırılmasıdır. Cilalanma və 1-2 səth keramika, yəni keramika avtomobili qoruyur. Üzərində hardasa 2-3-5 mikrona qədər qoruyucu səth yaradır. Yenilədiyiniz nəqliyyat vasitələrinizi götürün, təhlükəsizlik kəmərlərinizi bağlayın və yollanın istirahətə. Həftə sonundan səmərəli istifadə edin. Biz isə bazar ertəsi yeni mövzularla görüşmək ümidi ilə aprelin ilk həftəsinə elə burada yekun vururuq.